Çölçənin göz qapaqlarının ümumi sayı A ilə işarə etsək. Biz bilirik ki, quşlarda göz qapaqlarının sayı 6-ya bərabərdir. Bu 6-nı bizə deyir ki, A ilə işarə edək. Caynaqsız barmaqlarının sayı isə B olarsa, caynaqsız barmaqları ön ətraflarındadır. Hər ətrafda da 3 barmaq olduğunu nəzərə alsaq, 2 ətrafda cəmi 6 dənə caynaqsız barmaq olacaqdır. 6-nı da deyir B ilə işarə etsək. Ürək mədəciklərinin sayı hansı ifadə ilə müəyyən olunar? Quşlarda bildiyimiz kimi ürək 4 kameralıdır, 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Bizdə ürək mədəciklərinin sayını soruşur, yəni 2-ni tapacağıq. 2 nəyə bərabər ola bilər? A-nın üstünə B-ni gələrəm, bölərəm 6-ya. Yəni 6-nın üstünə 6 gələrəm, edər 12, 6-ya böləndə də 2 cavabını vermiş olur bizə. Doğru variantımız A variantı olmuş olur.